Allah təyin işi. 11-ci sinifin valideyni. Bəs siz niyə direktor kimi müdafiə edirsiniz? Mən heç neyi müdafiə etmirəm, haqqım tərəfindəyəm. Haqqım tərəfindəyəm, elə bir şey olmayıbdı. Hansı sesiyası, o sesiyası niyə əvvəli axırı verilmir? Harada lazım olan yeri kəsilirdi? Axırı əvvəlini çox qəşəng bilirəm. Mən çox qəşəng bilirəm. Deməli qəşəng məlumat çatıb ki, əvvəlində idi. Sirtə məni çağırdı, getdim yanına. Dedi uşaqları yığ bura. Əyin, baş, nə bilim, aksesuar, bəli. Tanışdı o yan, bu yan, həll o, nəsə dedi, hə, gedin. Sonra 2 dəfə, 3 dəfə, nəsə məni uzaqlaşdırdı. Pul məsələsinə gələndə məni uzaqlaşdırdı. Nəyə görə bilmədim, məni qışqırdı mənim üstümə 11-ci sinif rəhbərinin yanında. Əməlli başlı məni təhqir elədi. Mənim burada heç bir qorxum zadım da yoxdur. O rüşvəti direktor özü, böyür başındakı Sahilə müəllimədir, Samirə müəllimədir, Günnarə müəllimədir. Direktor bizi öz kabinetinə çağırdı. Dedi ki, valideynləri yox. Əslində bu məsələni valideynlərlə danışmalıdır. Amma valideynləri yox, bizi öz kabinetinə çağırdı. Dedi ki, siz burada 150 manatı mənə ödəməsəz, son zəngə buraxılmırsınız. Mənim o birisi şagirdlərim var, haqsızlıqdır. Amma yəni biz də şagirdik, bizim də haqqımız var son zəngdə iştirak eləməyə, onlar kimi. Yəni onların istəyi əgər yüksəkdirsə, yəni bəli, çatmır. Mənim təkcə mənim sinif yoldaşlarım, bizim sinifin büdcəsi çatmır buna.